Bugün insanlarımızı çok narahat edən vasitələrdən biri olan hər zaman dediyimiz baş ağrıları, boyun ağrıları və gəlirlər, doktor, mənim boynumda osteoxondroz var. 18 yaşı var. Deyirəm ki, məndə yoxdur mu? Deyir, bilmirəm. Deyirəm, hamıda var da osteoxondroz. Mənim bu başım niyə ağrımır? Sənin başın ağrır. Sonra müayinə edirik, məlum olur ki, miqrendir. Yəni 18 yaşında nə osteoxondroz olar, nə ağrı verər başına. Və yaxud deyir, frontitim var, ya qaymortim var, yoxlayıram, görürəm ki, əlində rengeni, bax, budu, budu. Deyirəm, qardaş, burada çirk olsa ağrı daimi olar. Bu, həftədə bir dəfə tutursa, ya qadınlarda ayda bir dəfə menstrual sikl ay başı vaxt tutursa, bu miqrendir, bunun başqa adı yoxdur, öz-özünə diagnoz qoyulur buna. Ona görə də təbii ki, mütləq diqqət yetirmək lazımdır. Miqrenin də müalicəsi hər zaman deyirik ki, Doktor Seyfəddin klinikasındadır. Niyə? Çünki onun iynə dərmanla müalicəsi yoxdur. Və bu baxımdan da çox gözəl effekt verir. Hiridoterapiya, birinci təbii ki, apiterapiya, ağrı müalicəsi, ağrı zəhəri. Birinci növbədə ağrı zəhəridir, sonra zəlidir və ağrı məhsulları, çiçək tozu, ağrı südü, propolis, mumya. Mumya, yəni ağrı məhsulu deyil. Mumya, onu təbii ki, tamam başqadır. Sinir sistemini sakitləşdirir, damarları təmizləyir, sümükləri möhkəmləndirir, yuxunu, yaddaşı normallaşdırır. Bu baxımdan da təbii ki, onlar mumya da çox gözəl effekt verir bu müalicədə. Və buna görə də baş ağrısı olanlar, boyun nahiyəsində ağrı olanlar, alnında ağrı olanlar, bəzən şiddətli baş ağrısından sonra ürək bulanma və ya qusma olur, öymə olur və ya görməsi zəifləyir və ya bir tərəfində keyli əmələ gəlir. Bunların hamısı miqrenin əlamətləridir. Bəzən də heç ağrısız form olur miqren. Baş gicəllənmə formasında özünü göstərir və yaxud da ki, qulaqda səs formasında özünü göstərir, ya başında sıxılma formasında özünü göstərir. Bütün hallarda bizə müraciət eləsəniz, baş ağrısından azad olarsınız.